Abidəni Sovikafe MK Siyasi Bürosu üzvlüyünə namizəd Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev yoldaş açdı. Abidənin açılışı münasibəti ilə çıxış edən natiqlər qeyri-adi, qorxmaz, qəhrəman insana həsr edilən əzəmətli xatirə kompleksini, Sovet xalqları tərəfindən ardıcıl həyata keçirilən proletar beynəlmiləlçiliyi və xalqlar dostluğu siyasəti təntənəsinin parlaq rəmzi kimi qeyd etdilər. Mitingdən sonra partiya və dövlət nümayəndələri, rəsmi şəxslər, xarici qonaqlar və şəhər zəhmətkeşlərinin nümayəndələri ehtiram əlaməti olaraq abidənin önünə gül çiçək qoydular.